Əslində sənətim başqa sənətdir. Mən bağça müəlliməsidir. Ancaq bir il işləyəndən sonra bacımla bir yerdə, yəni başladıq təkəllüd sənətini işləməyə. 20 ildir bu sənətdə məşğuluq, yəni Şəki Sənətkarlar Evində. Beynəlxalq sərgilərdə, məsəl üçün ölkə daxili, ölkə xarici sərgilərdə iştirak eləmişik. Bacım Aysel xanımla birgə çox maraqlı bir işdir ki, yəni o hamıda alınan bir iş deyil. Yəni bizim zövqümüz də, bacımla bir yerdə mənim zövqüm də eynidir, rəng duyumu da eynidir. Yəni gəlir bizlə, yəni toqqaşmırıqdan bərabər işləyirik. Yəni məsələn bir işi çəkir bacım, məsələn yarısını o işləyir, yarısını mən işləyirəm. Sənətkar elə bir insandır ki, yəni daim üzərində işləməlidir, bir də yeniliklər axtarmalıdır. Biz dəfələrlə, yəni bəlkə bir 15 il bilmirəm, 10 il bilmirəm, təkəllüd sənətini işləyəndən sonra biz nəsə bir şey axtardıq. Yəni dedik ki, nəsə bir şey yaratmaq lazımdır, yenilik eləmək lazımdır. Ancaq hələ də tapa bilmirdik. Bir gün bir Şəki Sənətkarlar Evində bir sənətkar var. Gəldi dedi ki, bəs Heydər Əliyev Fondu tərəfindən simpozium təşkil olunur. Ora keçə sənətkarı axtarırlar. Mən də dedim ki, keçə nə deyən şeydir? Yəni mən bilmirdim, yəni ümumiyyətlə xəbərimiz yox idi. Və mən araşdırdım, gördüm ki, keçə sənəti budur. Bəlkə bir ilmi deyimmi, yəni vaxtımı aldı araşdırmaq. Çox xoşuma gəldi. Niyə əsas xoşuma gəldi keçə sənəti? Onun çətinliyi. Başladım tarixini öyrənməyə. Hər yerdən maraqlandım, yəni keçiyə aid Şəki rayonunda heç bir şey tapmadım. Qabağıma keçən dedim, bu keçə sənəti ilə məşğul olan var. Bu keçə nədir? Gördüm, onlar dəzgahda eləyirlər. Yəni internetdə araşdırdım, görəm böyük həcmli dəzgahlarda işləyirlər. Bu mən dəzgahı hardan tapım? Yəni maraqlandım, ustalarla da maraqlandım ki, əgər Şəkidə elə bir dəzgah düzəldən varsa, yəni mən də düzəltdirim də, nəyin bahasına olursa olsun. Ancaq təəssüf ki, yəni kimə müraciət elədimsə, hamı başladı belə nəsə bir qabağıma maneə qoymağa. Dedi, o yekə şey düzəltməyə iri pul məbləğ istəyir, sonra yer istəyir, əlim qolum soğudu, amma yenə də dayanmadım. Yəni məndə bir xüsusiyyət var, yəni istədiyim bir şeyin arxasınca nə olsun getməliyəm. Başladım, evdə dörd döşəkləri olur da, yəni bunu xanımlar bilir. Başladım o döşəyi, dörd döşəyini sökməyə. Sökdüm onu. Sonra o dörd döşəyi də axı xırda yundan olan şeydir da. Başladım bu yunu didməyə, biraz didim, gördüm yox, mənlikdə öyle höysələm çatmır da. Yəni kimdir bu belə 3 saatlarla şeyləyəm, bunu qoydum qırağa. Biraz vaxt keçdi, yenə nəsə bir həvəs gəldi. Rəngləmək beynimə düşdü. Pişovay rənglər aldım, başladım onunla rəngləmək. Gördüm rəhli yunlar çıxdı, maraqlı oldu. Biraz həvəsə gəldi. Başladım kiçik işlərdən işləməyə. Sonra bir də düşündüm ki, bu tək bir insanın işi deyil. Bacıma dedim ki, gəl bir yerdə işləyək də, mən tək başara bilmirəm, tək çətindir. Nəsə ona da həvəs gətirdim, başladım bir yerdə işləməyə. Keçə sənəti elə bir sənətdir ki, həm onun əziyyətinə görə, yəni ona hər mövzunu yerləşdirmək olmaz. Yəni korlamaq olmaz, çünki biz o boyda əziyyətlə işləmişik. Dedik, hələ ki xam malı yığaq, sonra üzərinə başlayaq mövzular işləməyə. İlk işim, yəni kiçik formatda eləmişdim, yəni haradasa 80 ölçü belə falan olardı. Allah sözünü yazdım, gördüm, alındı, nə gözəl çıxdı da. Sərgiyə getmişdi, haradasa bir 20-30 təkəllüdün arasında gördüm, o Allah sözü yazılan keçəni görürlər. Yəni o görsənirsə, bu mənə maraq gəldi ki, deməli bu görsənirsə biz bunu aldıra bilərik. Elə gəldi, həvəs yarandı. Sonra ikinci işimizi də Ertuğrul filmindən onların bayrağını işlədim. Çox maraqlı çıxdı. Elə gəldi, yəni başladıq işləməyə. Keçə sənəti tək bizim Azərbaycana aid deyil, Oğuz türklərinə aiddir. Köçəri həyat sürənlərə araşdırdığıma görə hətta bizim eramızdan əvvələ gedir çıxır. Belə deyə bilərəm ki, dünyada ilk tekstil sənəti, yəni keçə sənətidir. Dədə Qorqud dastanında adı çəkilir keçənin. Deməli, ağ çadıra oğlu olanlar salınsın, qızılı çadıra qızı olanlar, evladı olmayanlar qara çadıra salınsın. Yəni bu bizim ta Dədə Qorqud dövründən olan bir sənətimizdir. Araşdırdığıma görə soyuqdan qorunmaq üçün ayaq bağlamaları düzəldiblər, sonra atın üstünə salmaq üçün düzəldiblər, döşəmə üçün xalalar düzəldiblər, altına həsir səriblər, üzərinə də keçə
keçə səriblər. Bugünkü günə kimi gəlib çatan ən məşhur bizim çoban yapıncısı. Çadırlardı, onlar da itib batsa da belə, unudulsa da belə, ancaq çoban yapıncısı, yəni bütün uşaqlardan soruşsan, yəni bu şeirlərdə də var, nağıllarımızda, dastanlarda var. Sonra bildiyimə görə keçmişdə döyüşlərdə atın nalı səs verməsin deyə, düşmənlər eşitməsin deyə, yəni atın nalına keçədən düzəldib belə bağlayıblar ki, at nalı səs çıxartmasın. Məsələn, keçə termostat kimi bir şeydir. Qışda isti saxlayır insanı, amma yayda sərin saxlayır. Alimlər araşdırıblar, keçənin ucunda deşikliklər olur, yunun ucunda. O hava keçirmədi, yəni bir var sintetik mal, görürsünüz, sintetik insanı isti saxlayır, amma hava oksigen vermir. Ancaq yun elə bir şeydir ki, yəni o yunun uclarında belə deşiklər o hava keçirdir. Həm isti saxlayır, həm hava keçirdir. Sonra belə xüsusiyyəti var ki, insanı sağaldır. Tutalım ki, ona ayağınıza geyib gecə yatsanız, o qan dövranını, həmən lanonin deyilən maddə qan dövranını belə qızışdırır, o başlayır qan dövranı yaxşı işləməyə. Belə bir şeylər də var. Şəkər xəstəliyi üçün, məsəl üçün, müalicə və əhəmiyyəti var. Yəni, dədə-babadan bizdə deyiblər ki, radikulit tutdu, belin ağrıdır. Hətta deyirdilər ki, çirkli yun qoyun bağlayın. Yəni, düzdür, çirkli yun bizim yəni biraz dövrə gəlir çıxır, amma sən demə o keçədən bağlayıblar. Bizə ucu daha çirkli yun gəlib çıxıbdı da əlimizdə, indiki zamanıya da belə deyək. Mən belə düşünürəm ki, yəni bizim təkəldüz sənəti ilə keçə sənətini biz o qədər sevirik ki, yəni nəyə görə sevirik? Çünki biz onları işlədikcə biz atamızın və bacımızın ruhunu yaşadırıq. Mənim atam çox savadlı insan olub. Mən istəyirəm ki, bacımla bir yerdə atamın elədiyi, bacımın elədiyi, bilmədiyi bir şeyləri biz həyata keçirək. Bu qədər.